Qurban Bayramı günlərində əhalinin sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə qurbanlıq heyvanların satılması və kəsimi prosesinə nəzarət gücləndirilir. Əvvəlki illərdə olduğu kimi bu ildə qurbanlıq heyvanların satılması və kəsimi aidiyyatı dövlət qurumları ilə koordinasiyalı formada əvvəlcədən müəyyən edilən ünvanlarda olacaq. Yalnız baytarlıq nəzarətindən keçən heyvanlar təqdim ediləcək, kəsim isə xüsusi baytarlıq sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək deyirlər. Həm kəsim, həm də satış aparılan yerlərdə aidiyyatı qurumlarla birlikdə heyvanların qabaqcadan müayinə olunması, onların tam sağlam olduğu halda kəsməyə və satışa buraxılması, eyni zamanda Qurban Bayramı dövründə, o günlərdə baytarı sanitariya tələblərinin yerinə yetirilməsi, müvafiq dezinfeksiya, təmizləmə, formalaşmış tullantıların daşınması işləri aidiyyatı qurumlar tərəfindən mütləq yerinə yetiriləcəkdir.